Uşaqlar salam. Bugün Şahin İbrahimovun kitabından sınaq 1'ə baxacağıq. Deməli, sınaq 1'in ilk sualında deyilir ki, aşağıda verilənlər hansı kimyəvi elementə aiddir? Yazılıb sümüklərin əsas komponentidir. Skelet və sümüklərin inkişafı və sərtliyi üçün lazımdır. Təbaşirin tərkibində rast gəlinir. Bildiyimiz kimi təbaşir, əhəng daşı, mərmərin əsas formulu, deməli kalsium karbonatdır, kalsium karbon O3 və bunun da tərkibində 3 element var. 3 element görürük. Kalsiumu, karbonu və oksigeni və burada yazılanlardan bu elementlere uygun gələni daha çok kalsiumdur. Deməli, kalsium biz bilirik ki, bizim dayak hərəkət sistemimizin, yəni sümüklərimizin əsas inkişafı üçün lazım olan elementlərdən biridir və eyni zamanda yəni sümüklərin əsas komponentidir. Və birinci sualda deməli cavab oldu B variantı kalsium. İkinci sualda deyir ki, deməli amonyak haqqında aşağıdakı ifadələrdən hansı doğrudur? Amonyakın formulu uşaqlar biz bilirik ki, NH3'dür. Yəni 1 atom azot və 3 atom hidrogen var tərkibində. Deməli amonyak kəskin iyi var. Deyir birincidə, bəli, amonyakın kəskin iyi var. Suda məhlulu naşatır spirt adlanır. Baxaq indi. Deməli, amonyakın su ilə reaksiyasından alınacaq NH4OH, hansı ki bu birləşmədə amonyum hidroksid naşatır spirti adlanır. Bəli, deməli, amonyak həm kəskin iyilidir, həm də suda məhlul naşatır spirti adlanır və bir də deyir ki, zəhərlidir. Xeyr, amonyak zəhərli deyil. Deməli, burada cavab 1 ilə 2 oldu. D variantı. İkinci sualda D variantı oldu. İndi baxaq üçüncü suala uşaqlar. Üçüncü sualda demək bizə deyir ki, X iyonunda proton və neytronların cəmi 58'dir. Diqqət edin. X iyonunda proton və neytronların cəmi 58'dir. X'in proton sayı neytron sayına bərabərdir. Demək uşaqlar bizə deyir ki, proton sayı neytrona bərabərdir. Yəni P bərabərdir N-ə. Elə ona görə də N-i də biz P kimi götürsək, onda biz bu şəkildə yaza bilərikmi? Belə bir şey yazaq ki, deməli P üstəgəl P üstəgəl deməli nə istəyir bizdən? Və biz də görürük ki, bu iyonda, yəni X2 müsbət iyonunda elektron, daha doğrusu yükü müsbət 2 və onda da yazırıq ki, P çıxılsın 2 bərabər olacaq 58'ə. Burada da olacaq 3P çıxılsın 2, o da bərabərdir 58. Sonra 3P bərabərdir 60'a. P də bərabər olacaq 20'yə. Deməli biz tapdıq ki, bunun proton sayı 20'yə bərabərdir və burada deyilir axı ki, proton sayı neytron sayına bərabərdir. Yəni bunun protonu da 20'dir. Demək bunun niye yazmadı bu? Neytronu da 20 oldu. Protonu da 20'dir, neytronu da 20'dir və bizə deyir ki, X'in kütlə ədədini müəyyən edin. Onda X'in kütlə ədədi, biz də bilirik ki, kütlə ədədi ayır bərabərdir. Proton üstə gəlinsin, neytron düsturu ilə tapılır və orada da 20 üstə gələk 20 bərabər olacaq 40'a. Demək ki, cavab D variantı 40 cavabıdır. Aha, dördüncü sualda bizə deyir ki, uşaqlar, molekul sayları bərabər olan C2H2 və C2H6 qazlarından ibarət qarışıqda cəmi 32 hidrogen atomu var. Cəmi 32 hidrogen atomu var. Qarışıqda cəmi neçə neytron var? Uşaqlar bunun əslində bir neçə üsulla hesablamaq olar, amma mən sadə bir yolla gedəcəm, sadəcə tənasüblə. Deməli və burada da qeyd ediblər ki, hidrogen 1-1, karbon 12-6. İndi baxaq uşaqlar. Deyir ki, nə sual verir bizə? 32 hidrogen atomu var. 32 hidrogen atomu var. Neçə neytron var? X
yazıram bura. İndi mən baxım görüm. Burada neçə dənə hidrogen var? C2 H2 ilə C2 H6-da neçə hidrogen var? Görürəm ki, burada 2 hidrogen var. Burada da 6 hidrogen var. Toplamda deməli elədi 8 hidrogen. Yazdım 8 hidrogen. 8 hidrogenə görə uşaqlar burada neçə neutron olar? Gəlin bunu hesablayaq. Deməli C2H2-də 6 dənə neutron karbonda vururam 2-yə. Çünki 2 dənə karbon var. Üstə gəl hidrogende 0'dır neutron sayı. 0'ı da 2'ye vuranda elə 0 eləyəcək. Ona görə elə bura yazıram 12. Və eyni ilə də bu formada aşağıda olur. Burada da yazıram 12. Və 8 hidrogen atomu olanda üzr istəyirəm, toplamda bir saniyə 24 neutron olursa, burada x'i yazsa, x də bərabərdir. 24 vurulsun 32, bölünsün 8, ixtisar gedən də 4, o da eləyəcək 96 və cavab da olacaq Y variantı. Yəni bu şəkildə də tapa bilərik biz bunu. 5-ci sualda deyir ki, uşaqlar bizə aşağıdakılardan hansının 2 atomlu allotropik şəkil dəyişməsi var? Hansının 2 atomlu allotropik şəkil dəyişməsi var? Uşaqlar, biz bilirik ki, deməli, allotropik şəkil dəyişməli əmələ gətirənlər hansılardır? Jobs istəyirdik də, düzdürmü? Yəni karbon, oksigen, fosfor, silisium, kükürt. Bunlar içərisində karbonun 4 allotropik şəkil dəyişməsi var. Deməli, almaz, qrafit, karbin, fülleren. Azotda ümumiyyətlə allotropik şəkil dəyişmə yoxdur. Fosforda 3'dür. Ağ, qırmızı, qara. İndi sualda nə deyir? Hansının 2 atomlu allotropik şəkil dəyişməsi var? Bu da oksigendədir. Oksigendə də O2 var və O3 var. Demək ki, O2-də Y variantında, yəni 2 atomlu allotropik şəkil dəyişməsi var. 6-cı sualda uşaqlar bizə deyir ki, deməli, bax görürsüz, belə bir dairələr çəkilir və kənarlarında belə deyək də balaca toplarla elektronlar göstərilib və deyir ki, şəkildə verilmiş iyonların elektronlar təbəqələr üzərində paylanması göstərilmişdir. Buna əsasən neytral X və Y atomları üçün aşağıdakılardan hansılar fərqlidir? Deməli, X atomunu qeyd edib uşaqlar. X2 müsbətdir və Y atomunda Y3 mənfi verilib. İndi baxaq o mavi toplara. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 2, 10 dənə də bu biri tərəfdədir. Deməli, X-də də 10 elektron var uşaqlar. Y-də də 10 elektron var. Onda belə deyək də və bu ikisini verməklə 10 elektron qalıbsa, deməli, X-in 12 protonu var. Y-ın də 3'ünü almaqla 10 elektron olubsa, deməli, bunun 7 protonu var imiş. Belə deyək. Və yaxud da belə də deyə bilərik ki, məsələn, 10 üstə gəl 2 bərabərdir 12, 10 çıxılsın 3 bərabərdir 7, bu şəkildə tapdıq və nə istəyir bizdə buradan? Birincidə deyir ki, elektronların nə istəyir? Şəkildə verilmiş iyonların elektronların təbəqələr üzrə paylanması göstərilmişdir. Bəli, buna əsasən neytral X və Y atomları üçün aşağıdakılardan hansıları fərqlidir deyir. Fərqlidir. İndi baxaq hansılar fərqlidir. Elektron sayıları. Bəli uşaqlar, elektron sayıları fərqli oldu. Burada aşağıda 10 yazmağıma baxmayaraq 10 burada görürsüz eyni gedir. Xeyr, amma biz burada elektron sayını tapanda, deməli elektron sayıları fərqlidir. Bəli, fərqlidir elektron sayı. Sonra elektron təbəqələrinin sayı. Bəli, elektron təbəqələrinin sayı fərqli olacaq. X-də 3s2-dir. 3s2. Y-də isə 2s2, 2p2, 2p5 olacaq. Yəni 7'yə görə paylayanda və deyir elektroneytral olması. Xeyr, elektroneytral deyil bu. Görürsünüz ki, həm elektron alıb, həm də elektron verib. Deməli, burada hansı oldu? Fərqli olan elektron sayıları fərqli oldu. Birində 12 oldu. Birində isə demək 7 oldu.
7 oldu. Bəli. Aha. Bir də elektron təbəqələrinin sayı da fərqli oldu. Demək ki, burada da cavab oldu D variantı. Sonra nə istəyir? Hansı elektrik cəryanını keçirir? Hansı element elektrik cəryanını keçirir? 7-cidə. Deməli, fikir verin. Burada hamısı qeyri-metallardır. Qeyri-metallardır və burada karbonun allotropik şəkil dəyişməsi qrafit qeyd olunub. Deməli, almaz, qrafit, karbon, fülleren karbonun allotropik şəkil dəyişmələridir uşaqlar. Amma bunlar içərisində qrafit elektrik cəryanını çox yaxşı şəkildə keçirir. Demək ki, 7-də də cavab oldu Y variantı. İndi baxaq 8-ci suala. Bir saniyə. Deməli 8-ci sualda bizdən nə istəyir? Soruşur ki, hansı zəhərlidir? Yenə də uşaqlar diqqət etsək görərik ki, bütün hamısı qeyri-metallardır və yadınızda saxlayın ki, bunlar içərisində deməli ağ fosfor çox zəhərlidir. Ağ fosfor zəhərli bir elementdir, belə deyə, maddədir. 9-cu sualda deyir ki, hansı maddə sublimasiya edir? Uşaqlar, sublimasiya nədir? Maddənin bərk haldan maye hala keçmədən birbaşa qaz halına keçməsinə deyilir sublimasiya hadisəsi. Sublimasiyanın əksi isə desublimasiya adlanır. Bu fiziki hadisədir. Deməli, bizim ən çox sublimasiya edən, yəni ən çox bildiyimiz yoddur. J2 və yaxud da I2 kimi də yazılır, fərq etməz və bu bəsit maddələr içərisindədir. Mürəkkəb maddələr içərisində isə CO2, karbon dioksid və yaxud da karbon 4 oksid, belə də deyirik biz buna, və yaxud da karbon qazı da deyirik biz buna. Bunun bir adı da quru buz adlanır uşaqlar. Bu da deməli sublimasiya edən maddələrdəndir. 9-da cavab oldu C variantı. Onda deyir ki, tritium izotopunda neçə neytron var? Uşaqlar, tritium izotopu, üzürlü sayın, ekran getdi. Tritium izotopu deməli hidrogenin izotoplarından biridir. Deməli hidrogen birinci sırada, yəni birinci dövr, birinci qrup, birinci sırada yerləşən elementimizdir. 3 izotopu var. H11, H1-2 və H1 3 izotopları var. Deməli, birincinin adı protium, ikincinin adı deuterium, üçüncünün adı isə tritiumdur. Deməli, biz bunu yazsaq uşaqlar, H1-3 bu şəkildə yazsaq, bunun deməli ayrı olacaq 3, protonu olacaq 1, neytronu isə bərabər olacaq, ayır çıxılsın, P düsturundan tapsaq, 3 çıxılsın 1 bərabər olacaq 2-yə. Demək ki, cavab burada 2, C variantıdır. Təşəkkür edirəm. Növbəti sınaqları da izahını verəcəm.